Olmaz belə danışmaq, bunun qabağını alan olmayacaq. Tamaşaçı bizə baxır, həzz almalı, ibrət götürməlidir. Onların əsəbləri ilə oynamamalıyıq. Verilişə baxanda əsəb keçirdirəm. Ona görə də baxmıram. Hərdən oturub çay içəndə deyirsən, görüm nədir? Baxırsan zoopark, mümkün deyil. Baku Postaz xəbər verir ki, bu sözləri əməkdar artist Almaz Ələsgərova öz aramızda proqramında deyib. Müğənni verilişlərdə baş verən hadisələri tənqid edib. O bildirib ki, proqramlarda qeyri-etik hadisələr təqdim edilir. Deyə bilmərəm, filan müğənni niyə belə oxuyur? Deyə də bilmərəm, səviyyəsizdir, bozbaşdır, küftədir. Hərə öz sevdiyinə qulaq asır. Xoşun gəlmir, qulaq asma.